UFC Сиэтл, Тофик Мусаев против Игнасио Бахамондеса. Тофик, ты уже 10 месяцев как боец UFC. Что в твоей жизни изменилось с этим статусом? 10 ayda sen UFC döyüşçüsən və bu statusda olmaqdan sonra sənin həyatında nəsə dəyişildi? Təbii ki, yəni UFC hər bir döyüşçünün arzusudur. Burada iştirak eləmək, öz gücünü sınamaq. Mənim üçün də bir fəxrdir ki, yəni Azərbaycandan ilk olaraq UFC-yə qatılmağım təbii ki, yəni burada olmaq özü böyük bir qürur verici bir histir. Быть бойцом... Значит, быть бойцом UFC это очень круто, это мечта всех бойцов, как бы. И то, что я один из первых проходец, азербайджанец UFC, который представляю Азербайджан, для меня честь это. Ты не дрался с UFC Баку. Почему так? И была ли у тебя возможность вернуться в октагон раньше? Bakı UFC-dən sonra sən döyüşməmişsən. Niyə belə və olub imkan ki, sən vuruşasan, yoxsa yox? Təbii ki, yəni biz UFC-nin təkliflərini gözləmişik. UFC-nin bizə hansı döyüşçüləri təklif edəcəyini. Biz hər zaman hazırıq. Hər anda döyüşü qəbul eləməyə hazırıq. Biz hər bir təklifi dəyərləndirməyə hazırıq. Значит, после UFC Баку мы ждали предложения от UFC. Еще была работа над визой, и как только все получилось, мы приняли. Я так понимаю, что ты сейчас переехал в Лас-Вегас и резиденцируешь там уже? Sən indi köçmüsən Las Vegas'a və fikrin odur ki, daimi Las Vegas'da qalasan hazırlaşmaq üçün. Bəli, yəni mənim fikrim odur ki, ekstrem Couture'un zalında, yəni təbii ki, yəni məşqlərimi orada davam elətdirmək, Eriklə, Denislə və orada bir çox tanınmış simalar var və məşqlər çox yaxşı gedir yəni oranın hazırlıq dönəmi və UFC PI-də fiziki məşqlərin və orada belə deyək də çox belə tanınmış məşqlərin orada necə deyim, məşqlər altında, yəni o məşqlərimi davam elətdirmək mənim üçün daha maraqlıdır. Да, он перебрался сейчас в Вегас, ему все понравилось. Первый раз в Вегасе тренируется. Эту подготовку прошел в зале Extreme Couture и в UFC PI. В Extreme Couture очень много известных спортсменов и крутых тренеров. То есть все его устраивает, все очень понравилось. Весь процесс понравился, вся подготовка прошла хорошо. И, скорее всего, да, он еще вернется и будет продолжать в Вегасе подготовку. В экстриме, как ты уже сказал, реально довольно много топовых бойцов. Там и Шон Стрикланд, понятно, это не твоя весовая категория, но именно если брать твой вес, кто самый топовый, с кем удалось поспарринговать там? Extreme Couture'da çoxdur tanınmış döyüşçü. Şon Strickland kimi döyüşlər var, amma düzdür, o sənin çəkində deyil. Kim tanınmış uşaqlardan, yaşlı uşaqlardan kimdən sparring eləmişsən? Да, есть, по-моему, Джерри Биао, или как называется? Adı var, orada döyüşçülər var, yəni tam olaraq belə adları yadımda deyil, amma belə var orada döyüşçülər var, 70 kiloda, 77 kiloda çox yaxşı idmançılar var. Sparring partnyorlar çoxdur. Очень много хороших спарринг партнеров, как в 70 кило, так и в 77, с кем понравилось ему спарринговать. То есть выбор за Extreme Couture, то есть он туда обязательно вернется. Тебе уже 36 лет, обычно в таком возрасте, если заходит в UFC, то с какими-то конкретными целями, а не просто подраться. Ты как видишь свой идеальный путь в UFC? Mənim üçün yaş bir rəqəmdir, yəni təbii ki, yəni yaşın bir önəmi yoxdur. Nə qədər ki məşq ərzində, sparringlərdə, yəni güləşən zamanda özünü daha da yaxşı hiss eləyirsənsə, deməli o insanın pik formasıdır. Yəni mən zalda da çalışıram ki, yəni heç vaxt yaş, negativ bir şey, yəni bunlar mənim həyatıma bir şey təsir eləmir. Yəni mən həmişə çalışmışam ki, motivasiyalı olum və öz uğurlarıma fokuslanım və
nəticə vermək üçün həmişə əziyyət çəkib çalışmışam. Возраст — это цифра в паспорте, и он себя чувствует очень хорошо, всегда готов, и цели всегда максимальные, где бы он ни выступал, где бы он в каких лигах не выступал, всегда цель ставит самый максимум, дойти до пика и обрадовать своих фанатов. То есть пояс. İnşallah. Теперь к твоему бою. Тебе в твоем дебюте дали Мактыбека Аралбая. Он не в рейтинге, но это, по сути, боец уровня топ-15. Сейчас тебе дают Игнасио Пахамондеса, он тоже не в рейтинге, но это довольно крепкий боец с большим опытом в UFC. Он был в рейтинге в свое время. Тут два варианта. Или UFC тебя очень не любит, поэтому дают тебе сильных бойцов, или они, наоборот, видят твой потенциал, что через этих сильных бойцов ты можешь залететь в рейтинг, и им как раз-таки это надо, чтобы ты как можно быстрее попал в рейтинг. Какая версия тебе ближе? UFC sənə birinci döyüşdən çox güclü uşaqları verib. Maqtabak Aralbay, o top reytingdə deyil indi hal-hazırda, amma güclü uşaqdır və ondan sonra Ignacio Bahamondes'u verib. O vaxt ikən top 15-likdə idi, indi düzdür ona yaxındır. Amma onlar yenə də çox güclü uşaqlar, təcrübəli uşaqlardır. Bu iki dənə variant var. Ya UFC sənə çox istəmir, verir, ya da ki, əksinə sənə yaxşı döyüşlər verir ki, sən qabağa gedəsən və topluğa gedəsən. Mən həmişə çalışmışam ki, güclü uşaqlarla mübarizə aparım. Yəni mənim karyeramda, idman karyeramda, yəni heç bir adam deyə bilməz ki, mən zəif rəqiblə mübarizə aparmışam. Yəni mən həmişə güclü rəqiblərlə mübarizə aparmağı və özümü yoxlamağı, yəni bu mənim üçün bir imtahandır, bu mənim üçün həm də bir şansdır, belə dəyərləndirirəm. Yəni UFC belə məsləhət bilirsə, значит belə olmalı. За всю свою карьеру я всегда любил драться с сильными спортсменами, это для меня вызов. И если UFC предлагает сильных бойцов, для меня это хороший шанс проявить себя и попасть в топы. Справедливо. У твоего соперника есть уже традиция, он проигрывает азербайджанцам. В Баку он проиграл Рафаэлю Физиеву. Пересматривал ли ты тот бой в процессе подготовки к субботе? И что думаешь в целом о сопернике? Ignacio belə bir təcrübə var ki, Azərbaycanlılara uduzub, Rafaelə uduzub və bu hazırlıqda, döyüşə hazırlığında sən o döyüşə təkrar baxıb nəsə analiz eləmisənsə, eləmisən yoxsa yox? Təbii ki, baxmışam döyüşlərinə və özümüzə məxsus bir planımız var bizim də təbii ki. Yəni çalışacağıq ki, döyüşün strategiyasını yəni öz planımız üzərində quraq və elə davam eləyək. Döyüşü elə başa vuraq. Да, конечно, он смотрел бои, не только последний. У нас есть план подготовки к бою, знаем плюсы и минусы соперника, мы готовы. Ты в свое время имел опыт тренировок с командой Хабиба, и с Хабибом, и с Исламом. Что ты для себя в первую очередь вынес из тех тренировок, и чем они отличаются от всех остальных? В чем уникальность этой команды? Sən təcrübən olub Həbibgillə, İslamgillə məşq eləmisən və onların o biri komandalardan fərqi nədir və özünə nə yaxşı şeylər götürmüsən bu komandadan? Təbii ki, yəni adını çəkdiyiniz idmançılara mənim böyük hörmətim var, yəni mən həm də münasibətim var. Həm artıq bilirsiz ki, yəni İslam Xəbib, yəni UFC-nin çempionudur bunlar, yəni öz dəstək xəttini buraxmış idmançılardır. Və mən onlarla təlim məşq toplanışlarında çox olmuşam. Onlarda disiplinə, yəni belə deyək də, əzmkarlıq və inadkarlıq və deyərdim ki, bir şeyə nail olmaq üçün və hər bir şeyə gecə, gündüz çalışırlar ki, yəni o şeyə nail olmaq üçün. Yəni ən böyük də ki, yəni idmançıda inadkarlıqdır. Конечно же, Хабиб и Ислам — это очень уже известные всему миру бойцы, чемпионы UFC. Он хочет указать то, что это дисциплина в первую очередь в этой команде на высоком уровне. И они готовы пожертвовать всем, чтобы прийти, добиться результатов. И это всем наглядно. Я их очень сильно уважаю и много чего перенял у них.
Многие ребята из команды Хабиба говорили, что бороться с Хабибом или с Исламом — это то же самое, что если положить на тебя бетонную плиту. Ты чувствовал это во время спаррингов? İslamla Həbiblə çox adam deyir ki, İslamla Həbiblə güləşəndə elə bir dənə beton plitası üstünə qoyurlar da. Sən bunu həqiqətən heç hiss eləmirsən? Yəni bəli, onlar böyük, onlar başqa urvindir təbii ki. Yəni deyərdim ki, yəni idmanda, yəni həm Qafqazın tanınmağında, həm də idmanda, yəni öz güləş üslubları ilə, yəni seçilən idmançılardır. Təbii ki, yəni mən onunla sparringimdə olub güləşmişəm də. Bəli, o başqa bir urvindir. Да, все верно. У меня были спарринги, борьба с ребятами. Кавказ известен своей борьбой, и их уровень, то есть их борьба на другом уровне. Это все стопроцентно. И последнее про Хабиба. Может быть, или перед твоим дебютом в UFC, потому что, насколько я знаю, там представители его команды были, или, может быть, перед этим боем он давал тебе какие-то советы, или он, или Ислам, или и в целом советы по твоему пути в UFC. Axırıncı Həbiblə bağlı bir sual verim. UFC-də debüt eləyəndən qabaq hansısa bir məsləhət ya da ki, nəsə Həbib gəldən o sənə verib, məsləhət veribmi, dəstəyi nəsə belə? Yox, elə bir şey olmayıb. Sadəcə hər dəfə görəndə, eləyəndə həmişə uğurlar arzulayıb və nə kömək lazım olsa, yəni biz buradayıq. Həmişə öz fikirlərini bölüşüb bizlə. Нет, такого конкретно не было, но когда видимся на турнирах, на боях, они всегда желают удачи и всегда готовы предложение свое делать, о том, что готовы помочь всегда. И последнее, когда ты будешь драться, в Баку будет глубокая ночь. Почему людям нужно не спать в субботу вечером, ночью, а включить телевизор и посмотреть твой бой? Sən döyüşəndə Bakıda gecə olacaq. Niyə cəmaət durub sənə döyüşə baxmalıdır 6-cı gün? Yəni təbii ki də, yəni deyərdim ki, Azərbaycanın çörəyini, suyunu içən adam, oranın torpağında böyüyən adam, yəni Azərbaycan qanı onun damarında axırsa, təbii ki öz millətinə və öz döyüşçüsünə sahib çıxmalıdır və ona diqqət eləməyi özünə borc bilməlidir. Yəni mən bu cür fikir səsləndirərdim. Те, кто родились, выросли в Азербайджане, все, кто себя считают азербайджанцами, надеюсь, должны встать утром и поддержать меня, за меня помолиться. Желаю тебе удачи и надеюсь, после боя будет повод снова так посидеть и поговорить. Удачи. Sənə döyüşdən sonra ümid edirəm ki, belə olsun. Çox sağ ol. Spasibo, от души.